O nə kral idi, nə sərkərdə, nə də milyarder. Əlində silah yox idi. Onun ən gözəl silahı beyni idi. Bu gün sizə tarixdə dahi sözünün sinoniminə çevrilən Albert Einstein'in hekayəsini danışacağıq. 1879-cu il Almaniyanın Ulm şəhəri. Dünyaya gələn balaca Albert adi uşaq kimi görünürdü. Hətta ilk illərində gec danışdığı üçün ailəsi narahat idi. Məktəbdə isə müəllimlər onun heç vaxt böyük uğur qazanmayacağını deyirdilər. Heç kim təsəvvür etmirdi ki, bu sakit uşaq bir gün zamanın özünü sorğu-suala çəkəcək. İllər keçdi. Universiteti bitirdikdən sonra Einstein nə məşhur professor oldu, nə də böyük laboratoriyada işləyirdi. O, sadəcə patent idarəsində adi məmur idi. Gün ərzində başqalarının ixtiralarını yoxlayır, gecələr isə kainat haqqında düşünürdü. Bəlkə də tarixdə ən böyük elmi inqilab kiçik bir masa arxasında başladı. 1905-ci il. Elm tarixinin ən möhtəşəm illərindən biri. Cəmi bir il ərzində Einstein ard-arda elə məqalələr dərc etdi ki, əsrlərlə qəbul edilən qanunlar yenidən düşünülməyə başlandı. O dedi ki, zaman hər kəs üçün eyni sürətlə axmır. Məkan dəyişə bilər. İşığın sürəti isə kainatın ən böyük sərhəddidir. İnsanlar əvvəlcə buna inanmaqda çətinlik çəkirdilər. Amma zaman keçdikcə onun haqlı olduğu sübut edildi. Sonra isə tarixə düşən düstur ortaya çıxdı. Y bərabərdir MC-nin kubu. Cəmi bir neçə simvol. Amma bu düstur atom enerjisinin tutmuş kainatın yaranmasına qədər saysız hesabsız sirrin açarı oldu. Əksəriyyət Einstein Nobel mükafatını bu nəzəriyyəyə görə aldığını düşünür. Əslində isə o işığın sirrini izah edən fotoelektrik effektə görə Nobel mükafatına layiq görüldü. Bu kəşf olmasaydı, bəlkə də bu gün istifadə etdiyimiz bir çox müasir texnologiyalar fərqli olardı. Lakin dahilik həmişə rahat həyat demək deyil. 1933-cü ildə Almaniyada nasistlər hakimiyyətə gəldi. Yəhudi əsilli Einstein artıq öz vətənində təhlükə altında idi. O ölkəsini tərk edərək ABŞ-a köçdü. Amma ürəyində bir qorxu vardı. Elmin insanları xilas etmək əvəzinə məhv etməsi qorxusu. İkinci Dünya müharibəsi zamanı o, Almaniyanın atom bombası hazırlaya biləcəyindən ehtiyat edərək ABŞ prezidentinə məktub yazdı. Bu məktub sonradan nüvə proqramının başlanmasına təsir göstərdi. Ancaq Hirosima və Nagasakidə baş verən faciələrdən sonra Einstein ömrünün sonuna qədər sülhün tərəfdarı oldu və nüvə silahlarının yayılmasına qarşı çıxış etdi. Onun qəribə görünüşü, dağınıq saçları və sadə geyimi bütün dünyadan tanınırdı. Amma bu görünüşün arxasında kainatın ən mürəkkəb sirlərini həll edən bir beyin gizlənirdi. Einstein deyirdi, təsəvvür bilikdən daha vacibdir. Çünki hər böyük kəşf əvvəlcə insanın xəyalında doğulur. 1955-ci ildə Albert Einstein gözlərini əbədi yumdu. Amma onun fikirləri ölmədi. Bu gün qara dəliklərdən, kosmosdan, zamanın sirlərindən danışırıqsa, bunun əsas səbəblərindən biri məhz odur.